Qəbələ rayonunun Quşlar kənd sakinləri illərdir həllini tapmayan fundamental infrastruktur problemlərdən əziyyət çəkir. Kənd sakinlərinin Bir Xəbər mediaya etdiyi müraciətdə qaldırılan problemlər rayondakı yerli idarəetmə orqanlarının vətəndaşların çağırışlarına qarşı göstərdiyi biganəliyi növbəti dəfə ifşa edib. Məngənədə qalan kənd sakininin sözlərinə görə kənddə mavi yanacaq ümumiyyətlə yoxdur. Qış aylarında alternativ qızdırıcı vasitələrdən məhrum olan sakinlər məcburiyyətdə meşədən odun tədarük etməyə çalışırlar. Lakin bu zaman onlar fərqli bir problemlə, sərt ekoloji cərimələr və həbs təhlükəsi ilə üz-üzə qalırlar. Bərbad yollar isə can alır, təcili yardım kəndə girə bilmir. Quşlar kəndinin digər ən böyük problemi isə yolların tamamilə dağılması və keçilməz olmasıdır. Payız və qış aylarında palçıq tərkibli yollar kəndi rayondan tamamilə təcrid edir. Yolun bərbad vəziyyətdə olması birbaşa insan həyatını təhlükəyə atır. İcra hakimiyyəti vətəndaşların səsini eşitmir. Sakinlər bildirirlər ki, qeyd olunan problemlərlə bağlı dəfələrlə Qəbələ rayon İcra Hakimiyyətinə və aidiyyatı dövlət qurumlarına rəsmi müraciətlər edilib. İcra hakimiyyətinin bu problemləri həll etmək üçün birbaşa səlahiyyəti və imkanları olduğu halda illərdir vətəndaşların şikayətlərinə heç bir obyektiv reaksiya verilmir. Reallığı əks etdirən heç bir addım atılmır. Kənd sakinləri aidiyyatı Mərkəzi İcra Hakimiyyəti orqanlarından, Azərqazdan və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məsələyə təcili müdaxilə etməsini, onları bu humanitar çətinlikdən xilas etməsini tələb edirlər. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Mən Qurbanov Abbas, Qəbələ rayon Quşlar kənd sakini. Müəllim, yəni dediniz sizin probleminiz nədir? Bizim problemimiz qazdır, yoldur. Birinci növbədə yoldur. Yolumuz nol vəziyyətdədir. Yəqin ki, özünüz də gələndə gördünüz. Gördüm nol vəziyyətdə. İndi qalan işıqdır zaddır. İşığımız var, amma dirəklər pis gündədir. Ən əsas yol, qaz. Yəni bunlar ikisi mühümdür, vacibdir. Siz bu haqda Səbuhi müəllimə müraciət eləmisiniz icra başçısına? Biz hər bir yerə müraciət eləmişik. Səbuhi müəllimə də dəfələrlə qəbuluna da getmişik. Yəni müavinlərin qəbulunda olmuşuq. Çox məktublar da yazmışıq. Arif müəllimin qəbulunda olmusunuz? İminli onun qəbulunda deyənmərəm olmuşuq. Yəni icrada qəbulda olmuşuq. Bəli. Amma baxmayıblar. Yəni bunu neçə illərdir deyirik, baxan yoxdur. Xeyr. Baxan yoxdur. Və kəndinizin icra nümayəndəsi Bəşir müəllim haqqında nə deyə bilərsiniz? Bəşir müəllim haqqında gözəl sözlər deyərik. Yəni onun əlində olan bir şey deyil. Məncə onun əgər səlahiyyəti olsa, o eləyər. Ancaq müəyyən qurumlar var ki, onların səlahiyyəti var, ancaq icra eləmirlər. Yəni qaz yoxdur, odun da gətirəndə tutub soxurlar içəri. 300-400 alıb buraxırlar. İminli demirəm kim alır. Yəni yolda tuturlar ki, məsəl üçün bu ağacı kəsmək olmaz. Ekologiyaya ziyanlıq vurur. Qaz da yoxdur. Cəmaət nə ilə dolansın, qışı nə ilə çıxarsın. Yəni problem çoxdur. Bizim kənddə problem çoxdur. Həqiqətən çoxdur. Onda siz bəs qısa olaraq deyin, Səbuhi müəllimlə və istər Arif müəllim onun birinci müavini, digər müavini razısınızmı, yoxsa razı deyilsiniz? Yox, bilirsiniz nətəri. Mənim əgər tələbatımı qarşılamırsa, mən kimlə razı ola bilərəm? Yəni mənim bugünkü gündə qazım yox, yolum yox, yolum pis vəziyyətdədir. 6 kilometr yoldur, 7 kilometr. Gördüm gələndə. Yəni bir xəstə olanda bu xəstəni çıxartmaq qeyri-mümkündür. Elə bu Savalın 6 kilometr çıxan kimi xəstə bu dünyalıq olur. Yəni onu da skoriyə çatdırmağa ehtiyac yoxdur. Mən kimlə razı olum? Heç kimlə. Şəxsən mən öz adımdan deyirəm ki, mən razı deyiləm. Çox sağ olun, təşəkkür edirəm. Ərizin müsabiqəyə görə minnətdarım. Sağ olun, var olun.